Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina, şefi'i zunubina, Ebu'l Qasim Muhammed. Allahümme salli ala Muhammed. Ve ala alihi tayyibina tahirin el-ma'sumin el-mukerremin. Rabbi şirah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. قال الله تعالى في محكم كتابه واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا آمنا بالله وصدق الله العلي العظيم Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Cümə gününüz mübarək olsun əziz möminlər. Allahu Teala sizləri və bizləri bu mübarək gündə öz rəhmətindən, mərhəmətindən, lütfündən binəsib etməsin. İslam dini insanları məhəbbətə, sevgiyə, ülfətə dəvət eləyib. İslam insanları mehribançılığa dəvət eləyir ki, bütün insanlar arasındakı münasibətlər səmimi münasibətlər olsun. Mehribançılıq üzərində qurulmuş münasibətlər olsun. Allah Teala Quran-ı Kerimdə Hücurat surasında buyurur: Ya eyyuhannas inna xalaqnakum min zəkerin və unsa. Ey insanlar, biz sizi bir kişi və bir qadından xalq etdik. Və cealnakum şuuben və qabailə. Sizi xalqlara böldük, qəbilələrə böldük. Niyə? Li ta'arafu. Bir-birinizi tanıyasınız, bir-birinizlə münasibət qurasınız. İnna akramakum indallahi atqakum. Allah yanında ən hörmətliniz, ən təqvalınızdır. Həmçinin hədis-i şərifdə də buyurulur ki, Həliddin illəl hub. Din sevgidən başqa bir şeydirmi? Və dinimizin dəvət etdiyi əxlaqi dəyərlərdən biri də qohum əqraba arasında sevgi və məhəbbət münasibətlərinin olmasıdır. İslam insanın qohum əqrabalısı arasında qohum əqrabası ilə sevgi və məhəbbət münasibətləri qurmasını təkid eləyir. Dinimiz buna silə-i rəhim deyilir. Silə-i rəhim İslamın vacib əməllərindəndir ki, bunu yerinə yetirmək, yəni qohumlarla münasibət qurmaq, münasibət yaratmaq əmr olunmuş əməllərdəndir və bunun əksi qohum əqrabı ilə əlaqələri kəsmək qadağa olunmuş haramlardandır. Amma İslam dini qohumlar arasındakı bu bağlılığa, məhəbbətə dəvət etdikdə bunu qohumbazlıq anlamında başa düşmək olmaz. Ki insanın qohumluq sevgisi, qan bağına olan sevgisi o həddə olsun ki, haqq ədalətdən də üstün olsun. Qohumluq bir bütə çevrilsin. Dinimiz bunu qəbul etmir, bu cür deyil məsələ. Əksinə qohum əqrabanı arasında münasibət qurmaq bu Allahın bir əmridir ki, bu Allah üçün olmalıdır, Allah xatirinə olmalıdır. Qohum əqrabanın müsəlmanlar üzərində olan haqqı, insan üzərində olan haqqı digər müsəlmanların hüquqlarından daha böyükdür və daha kəskindir. Kimdir bu qohumlar, kimlər nəzərdə tutulur və silə-i rəhim nə deməkdir? Ki, bugünkü mövzumuz silə-i rəhim barəsində olacaq. Ərəb dilində silə-i rəhim, rəhim sözü rəhim ana bətninə deyilir. Yəni bir ana bətnindən gələn insanlar artıq bunlar qohumlar sayılır. Qan qohumları sayılır. Hədislərimizdə isə belə buyurulur ki, rəhim Allahın rəhmət sözündən götürülübdür. Allah qan bağı vasitəsilə insanlar arasında bir-birinə qarşı mərhəmət, sevgi hissləri yaradıb. O İmam Cəfər Sadiq Əleyhisselamın həyatından bir epizod nəql edeyim, biraz haşiyə çıxırıq. Ki İmam Sadiq Əleyhisselamı Abbasi xəlifələrindən Səffah ilk xəlifələrdəndir. Çağırdır yanına və məqsədi budur ki, imamı qətlə yetirsin. İmam məclisə dəvət olur, imam da bunun niyyətini bilir. Məclisə daxil olur, gəlir bu Səffahla qucaqlaşır, onu bir sıxır belə özünə tərəf. Səffahın qəlbinə mərhəmət gəlir. Sonra niyyətini açıb deyir, səni bura çağıranda məqsədim tam fərqli idi, amma sən mənlə görüşüb, mənlə qucaqlaşıb ki, belə sıxdın məni özünə tərəf, sanki içimdən bir o qan bağı duyğularım oyandı ki, biz ikimiz axı eyni qanı daşıyırıq. Biz iki, hər ikimiz Əbdülmüttəlib nəslindəndir. Biri Peyğəmbər və Əli Əleyhisselamın nəslindən, o birisi Abbasın nəslindəndir, Peyğəmbərin əmisi. İmam deyir ki, əgər rəhim rəhmə, yəni qohum qohuma bu cür yaxınlaşıb biri-birini qucaqlayıb sıxarlarsa, aralarında mehri məhəbbət duyğuları oyanar. Qohum əqraba dedikdə dinimiz
İstər ata tərəfdən, istər ana tərəfdən insana qohum olanlar qardaşlar kimi, bacılar kimi və yaxud da yalnız ata tərəfdən qohum olan əmilər kimi, bibilər və onların övladları və yaxud da yalnız ana tərəfdən qohum olan xalalar, dayılar, onların övladları ki, bunlar nəzərdə tutulur ki, bunlar arasında insan mehr-məhəbbət əlaqələri qurmalıdır. Bunlarla ünsiyyət qurmalıdır. Quran-ı Kərim və hədislər bizi çox təşviq eləyir ki, qohumlarımızla münasibətimizi tənzimləyək. Onların hal-əhval tutaq. Çətinliklərində onlara kömək əlimizi uzadaq. Vaxtaşırı onları ziyarət eləyək. Xeyir işlərində, şər işlərində həmişə iştirak eləyək. Və daimən onlar üçün dua eləyək. Allahdan onlar üçün xeyir istəyək həmişə dualarımızda. Allah istəyir ki, insanlar arasında, xüsusilə qohum, əqrəba arasında əlaqə, məhəbbət, məvəddət əlaqəsi olsun, rəhmət əlaqəsi olsun. Peyğəmbər bizə buna dəvət eləyib, Əhl-i-Beyt imamları bizi buna dəvət eləyib. Hədis-i şərifdə Həzrət Rasulullah sallallahu aleyhi və səlləmdən nəql olunur ki, Peyğəmbərin cəmalına bir salavat zikr edək. Allahümme salli ala Muhammed və ali Muhammed. Allah Resulü buyurur ki, ümmətimdən şahid olanı və qaib olanı, yəni indi yanımda olan və yaxud indi yanımda olmayanı, kişilərin bellərində, anaların bətnində olanları, qiyamətə kimi doğulanları ki, bizə də tövsiyə eləyir. Onların hamısına deyir, mən tövsiyə eləyirəm. Gör, Rasulullah nə qədər əhəmiyyətli bir məsələdir ki, deyir, burada şahid olan kəslərə də tövsiyə eləyirəm, burada olmayanlara da tövsiyə eləyirəm. Hələ doğulacaq, qiyamətə kimi doğulacaq kişilərin belində olan, anaların bətnində olan, ümmətimdən olacaq hər kəsə tövsiyə eləyirəm. Silə rəhm etsinlər, qohum əqrabalarına baş çəksinlər, onlarla əlaqələrini qursunlar. Hətta bir illik məsafə olsa belə aralarında, ki bir il yol gedəcəksən ki, nədir gedin bir qohuma baş çəkim, sən neyinirsən, nə işlə məşğulsan, hal əhval tutum, ona dəstək olun, mənəvi və ya maddi. Allah Resulü buyurur ki, bunu edəcəksiniz. Ki, silə rəhm etsinlər, hətta aralarında bir illik məsafə olsa belə, ardınca buyurdu, فَإِنَّ ذَلِكَ مِنَ الدِّينِ Bu dinləndir. Din bu cür məsələlərdir. Din elə təkcə məsələn namaz qılmaq, oruç tutmaq, bütün günü zikir etmək, din bu deyil. Din münasibətlərdir. Din sənin Allahla olan münasibətindir. Din sənin Peyğəmbərlə olan münasibətindir, imamla olan münasibətindir, insanlarla olan münasibətindir, ailənlə olan münasibətindir, övladlarınla olan münasibətindir, cəmiyyətindəki münasibətindir. Din bunlarda öz əksini tapmalıdır. İslam gözəldir. Bu gözəllik təkcə kitablarda yazılanlar deyil. Bu gözəllik o vaxt üzə çıxır ki, biz onu yaşayaq. Həyatımızın hər mərhələsində, hər sahəsində bunu tətbiq eləyək. Və bu hədis bizim üçün heç bir bəhanə yeri qoymur ki, məsələn, işim çoxdur, vaxtım yoxdur, yorğun gəlirəm işdən və qohum əqrabaya baş çəkmirəm. Hətta ən yaxın qohumlarımıza belə, məsələn, bacıdır, qardaşdır, xala uşağı, dayı uşağı xeyirdən xeyrə, şərə görüşürük. Heç olmasa bu ən yaxınlarına belə gedib baş çəkməli ki, bəhanə yeri qoymur ki, Allah Rəsulü bu hədislə bizə. Və eyni zamanda biz görürük ki, Allah Teala qohumla əlaqələrini kəsən insanları Allah Teala təhdid eləyir, onlara əzab vədi verir. Hətta cəhənnəmdə məskunlaşacaqlarını buyurur, cəhənnəmə vasil olacaqlarını buyurur. Rə'd surəsi 52-ci ayədə Allah buyurur: "Vəllezîne yenqudûne ahdallahi min ba'di mîsâqih." O kəslər ki, Allahla əhd peyman bağlandıqdan sonra o əhdi pozarlar. Və yaqta'ûne mâ əmərallahu bihi ən yusala. Allahın birləşdirməsini əmr etdiyini kəsərlər. Yəni Allah deyir, qohum əqraba ilə münasibət qur, silə rəhmət, qohum əqraba ilə əlaqəni kəsərlər. Və yufsidûne fil ard, və yer üzərində də fəsad törədərlər. Ulaika lahumul la'nə. Onlara lənət olsun. Və ləhum su'ud-dar. Onların son aqibəti çox pis bir yerdə məskunlaşmaqdır. Yəni cəhənnəmdə məskunlaşmaqdır. Cəhənnəmə vasıl olmaq. Gör nə cür bir ilahi bir vəddir, bir təhdiddir ki, Allahla bağladığı əhd peymanı pozur, silə rəhm etmir, qohumlarla əlaqəsini pozur, yer üzərində fəsad törədir. Allah deyir, bunlar lənətli insanlardır. Və onlar ən pis yerdə qərarlaşacaqlar. Həmçinin başqa bir ayədə Allah Teala buyurur ki, elə sözümüzün əvvəlində dediyimiz ayədə "Vettaqullahəllazi təsəəlun bihi vel-ərham." Qorxun Allahdan ki,
onun barəsində soru-sual olunacaqsınız. Vəl-ərham və qohumlarınız barəsində soru-sual olunacaqsınız. Bir neçə ayə var ki, Allah özü ilə yanaşı bəzi insanları adlarını çəkib. Yəni bəzi insanları qeyd eləyib orada. Məsələn, biri valideyndir. Və qadar rabbuka la ta'budu illa iyyah və bil valideyni ihsana. Rəbbin hökm edib ki, ondan başqasına ibadət etməyəsiz, valideynlərinizə yaxşılıq edəsiz. Allah özünə ibadətlə yanaşı valideynə yaxşılığı qeyd edib bu ayədə məsələn. İsra surəsi 23-cü ayədir. Ona görə də Məhəmməd Hüseyn Tabatabai Əl-Mizan təfsirində deyir ki, Allaha ibadət etdikdən sonra ən yaxşı əməl hansıdır? Valideynə yaxşılıq etməkdir. Allaha qarşı çıxdıqdan sonra ən böyük günah hansı günahdır? Valideynə qarşı çıxmaqdır, valideynin üzünə ağ olmaqdır. Bu ayədə də Allah buyurur ki, "Vattaqullahəllazi təsəəlunə bih." Qorxun Allahdan ki, onun barəsində soru-sual olunacaqsınız. Niyə iman gətirmədin? Niyə Allahın buyruqlarını yerinə yetirmədin? Niyə Allahın əmrlərini yerinə yetirmədin? Ardınca nə deyir? Vəl-ərham və qohumlarınız barədə də soru-sual olunacaqsınız. İmam Cəfər Sadiq əleyhissalamın səhabələrindən Cəmil İbni Dərrac nəql edir. Deyir ki, İmam Sadiq əleyhissalama bu ayəni oxudum. Dedim, bu ayədə nə nəzərdə tutulur? İmam buyurdu ki, bu ayədən məqsəd silə-i rəhimdir. İnsanların qohum əqrabaları ilə münasibət qurmasıdır, xoş münasibət qurması, onlarla xoş davranmasıdır. Deyir, məgər görmürsən Allah Teala bunu əmr eləyir və Allah silə-i rəhmi özünə olan, özü barəsində olan soru-sualla bərabər tutur. Amma təəssüflər olsun ki, müasir dövrümüzdə elm və texnologiyanın bu səviyyədə inkişaf etməsindən baxmayaraq, bir çox dəyərləri itiririk və həmin dəyərlərdən biri qohum əqraba ilə olan münasibətdir. Xüsusilə qərb ölkələrində bu aşkar sezilir, hiss olunur. Ki, Avropaya gedib gələnlərin danışdıqları və müşahidələrimiz nəticəsində indi dünya onsuz da elə bir hala gəlib ki, ovcun içindədir. İnternetdən bütün dünyanın hər yerindən xəbərdar tuta bilirsən. Anında xəbər tuta bilirsən. Görürsən ki, insanlar ümumiyyətlə qərb nə qədər elmi inkişaf eləsə də, texnoloji inkişaf etsə də, dəyərlər itib, ailə dəyərləri itib, qohum əqraba arasında münasibətlər itib. Adamın övladı olur, 18 yaşına çatdı, artıq dövlət ki, deyir, bu özü müstəqil qərarlarını verə bilər, başda buraxır. Hətta evindən də çıxardır, qovur ki, yer çıx getdə özü günahla. Tabi, hara getdi, necə oldu, çoxlarını maraqlandırmır. Var ailə dəyərlərinə, bu gözəl dəyərlərə sadiq olanlar var, demirəm tamamilə yox. Amma çoxluq budur. Məsələn, keçənlərdə Yaponiya barəsində oxuyurdum ki, insanların çoxu evlənmək istəmir. İnternetdə elanlar var, 2 günlük ailə. Girir o elanlara bir xanım, 2 də övlad. 2 gün bunlarla bir yerdə vaxt keçirəcəksən. Bunları aparırsan, gəzdirirsən, restorana gedirsən, bir istirahat yerinə gedirsən, balığa gedirsən. Baxırsan, görürsən ki, mən ailə yaşaya bilirəm yoxsa yox, ailə məsuliyyətini dərk edirəm yoxsa. Amma əslində bilsin nədir? Ailədən o qədər uzaq düşüblər ki, bu ortamı süni yolla bərpa eləmək istəyirlər. Azərbaycanda bir Amerikan xanımı var, Amerikalıdır. Teresa Hamlin adında. 20 ilə yaxındır burada yaşayır. Corab toxutması və satışı ilə məşğuldur. Əl işi corablar, Azərbaycan naxışları ilə olan corablar, onun satışı və toxunması ilə məşğuldur. Azərbaycan mədəniyyətini də yetərincə təbliğ də eləyir. Keçənlərdə YouTube'dan bir videosu çıxdı qarşıma. Deyir, mən qardaşım Amerikada yaşayır. Neçə illərdir görmürəm onları, övladlarını görmürəm. Getmişdim Amerikaya, dedim gedim bir qardaş uşaqlarımı görüm. Bizdə deyir, sizdəki kimi deyil. Biz məsələn bir qohumumuza qonaq getmək istəyəndə öncədən ona bir ay qabaq xəbər veririk ki, filan günü, filan saatda sizə gələcəm. O da əgər deyək ki, məşğul olmasa, deyir, hə, filan saatda gələ bilərsən. Və yaxud da məşğulsa, deyir, yox, həmin vaxt gələnməzsən, mənim həmin vaxt başqa bir işim var, filan vaxtı gələ bilərsən. Yəni, hər şey deyir, cədvəlləndir bizdə. Həyat bu cürdür. Mən deyir, xəbər vermədən getdim. Qəsdən deyir, bu cür etdim ki, xəbər vermədən gedim. Getdim, deyir, çatdım. Elə girdim evə, salam, əleyhissalam. Bəs gəlmişəm, qardaş uşaqlarımı görəm, biraz onlarla vaxt keçirəm. Dedilər, bəs bugün bizim itimizin ad günüdür. Biz gedəcəyik, iti gəzdirməyə aparacağıq. Bəs biz vaxtımız yoxdur, bizi üzrlə hesab elə. Deyir, məsələn, oturub sonra sizlə, Azərbaycanla müqayisə edirəm ki, sizdə belə şey ola bilməz. Niyə? Çünki bunu bizə İslam təlqin eləyib. Din belə bir nemətdir, din belə bir gözəllikdir ki, bizim bu neməti hələ çoxumuz bilmirik. İtirəndə biləcək ki, biz necə gözəl bir nemətin içərisində yaşayırıq. Silə-i rəhmin çox tərəfli təsirləri var, gözəl təsirləri var. Ki, insan oturub düşünsə, hədislərə baxdıqda, biz hədislər, çoxlu sayda bu arada hədislərimiz ki mövcuddur. Hədislərə nəzər saldıqda bir neçə silə-i rəhmin faydaların
görürük. Birincisi budur ki, silə-i rəhm, qohumlarla münasibət qurmaq Allahın əmridir. Allaha bir itaətdir. İnsan bu işi görməklə ibadət eləyir sanki. Müminin sevinci, fərəhi nədədir? Allahına itaət etməkdədir. Allahu Teala'ya ibadət etməkdədir. Sən gedib bir qohuma baş çəkməklə sən Allaha ibadət eləyirsən. Sanki namaz qılırsan, zikr edirsən, dua eləyirsən. Müstəhəb bir əməldir və müstəhəb bir ibadətə bərabər bir əməldir. İkincisi budur ki, silə-i rəhm insanın ömrünü uzadar. Əvvəla buna görə ki, qohum əqrabı ilə yaxşı münasibət qurmaq, get-gəl etmək insanda sevinç hisslərini oyadır. İnsana sevinç gətirər, məhəbbət toxumlarını əkir insanın qəlbində. Və bunlar hamısı səbəbdir ki, insanın ömrü uzansın. İkinci tərəfdən Allah-u Teala, sonsuz qüdrət sahibi, yenilməz qüdrət sahibi olan Allah Teala insan ömrünün uzanma səbəbləri arasında bizim bilmədiyimiz mənəvi səbəblər də qoyub. Biz təbiətə baxanda görürük ki, səbəb-nəticə qanunu ilə baş verir bir çox şeylər. İmam Cəfər Sadiq əleyhissalam da buyurur ki, Allah bu dünyada hər şeyin öz səbəbi ilə baş verməsini istəyib, iradə eləyib. Yəni sən susuzlamısansa su içməlisən ki, bu susuzluq aradan getsin. Bu başqa şeylə aradan getmir. Açsansa qida qəbul eləməlisən. Alov varsa yandıracaqdır. Bunlar səbəb-nəticə qanunlardır. Amma səbəb-nəticə qanunları müstəqil baş vermir, bunu da bilək. Varlıq aləmində bütün səbəblər nəticəni törətmək üçün Allahdan olan lütf, enerji, nə bilim, adını nə qoyursan qoy, Allahın izninə bağlıdır. Allah o səbəbə səbəbiyyət vermədikcə səbəb öz nəticəsini doğrulda bilmir. Necə ki, məsələn, alov olur, amma yandırmır. Həzrət İbrahim üçün deyir, ya nər, kunu bərdən və sələmən ələ İbrahim, ey o da İbrahim üçün soyuq və salamat ol. Çünki heç bir səbəb müstəqil deyil. Varlıq aləmində heç bir şey müstəqil deyil. Müstəqil vücuda sahib olan yalnız Allahdır. Allah bu təbii səbəblər qoyub ki, biz səbəblərin bir çoxunu biz elm vasitəsilə araşdırdıqda, oxuduqda görürük. Bir də bizim bilmədiyimiz, görmədiyimiz mənəvi səbəblər var, mücərrəd səbəblər var. Məsələn, təbii fəlakətlər baş verir. Bunun bir təbii səbəbləri var. Bunun da bir mənəvi səbəbləri var. Xəstəliklər baş verir. Bunun bir təbii səbəbləri, bir də mənəvi səbəbləri var. Bir hədis-i şərifdə, imamlarımızdan nəql olunan hədisdə buyurur ki, insanlar öncə etmədikləri yeni bir günah etdikdə, Allah da onlara öncə tanımadıkları yeni bir bəla göndərər. Yəni, elə bir günah icad edir ki, insan yer üzərinə gəldikdə bu günə kimi o günahı hələ heç kəs etməmişdi. Allah da insana elə bir bəla göndərir ki, bəşər yaranandan bu günə hələ bəşərə elə bəla gəlməmişdi. Yəni, günahla bəla arasında bir əlaqə var. Eləcə də silə-i rəhmlə, qohum əqrabı ilə münasibət qurmaqla insanın ömrünün uzanması arasında bir mücərrəd, mənəvi bir səbəb var. İmam Cəfər Sadiq əleyhissalam bir hədisdə buyurur, deyir ki, insan qohum əqrabasına yaxşılıq edər, ona baş çəkər, silə-i rəhm edər, ömrünün bitməsinə 3 il qalmışdı. Bu əməli etdiyinə görə Allah onun ömrünü deyir, 30 ilə qədər uzadar. Yaxud bir insan deyir, ömrünün bitməsinə 30 il qalıb, qət'ər rəhm eləyir, yəni qohum əqrabı ilə əlaqəsini kəsir, onlarla münasibəti pozur. Allah onun ömrünü 3 ilə qədər azaldar. Sonra deyir, imam bu ayəni oxudu. Yəmhulləh mə yəşə və yuthbit və indəhu ummul kitab. Allah istədiyini pozar, istədiyini sabit edər. Ummul kitab Allahdadır. Əmir əl-Möminin əleyhissalam bir gün Kufədə xütbə eləyirdi. Orada Həzrət əleyhissalam belə bir kəlmə buyurdu xütbəsində. Dedi, əuzu billahi minəz-zunubulləti tuaccilul fəna. Fənanı, yoxluğu, ölümü tezləşdirən günahlardan Allaha sığınıram. İbn-i Kəvva xəvaricdən idi. Gələrdi, oturardı əleyhissalamın xütbələrində, zəhlə töhmək istəyərdi, irad tutmaq istəyərdi. İbn-i Kəvva qalxdı, dedi ki, ey möminlərin əmiri, məgər elə günah var ki, insanın fənasını, ölümünü, yoxluğunu tezləşdirsin. Həzrət buyurdu, nəam vay haqq, var, vay olsun sənə, ne yoxdur? Sonra Həzrət belə buyurdu ki, qati'atur rahim, qohum əqrabı ilə əlaqəni kəsmək. Bu elə bir günahdır ki, insanın yoxluğunu tezləşdirər, insanın ölümünü tezləşdirər. Sonra bir ilahi qanundan danışdı Əmir əl-Mömin əleyhissalam. Bunu biləsiz, məsələn, ilahi qanunlar ki var, sünnə deyilir də buna. Quran-ı Kərimdə də buyurulur ki, sünnətəllah fələn təcdə li sünnətilləhi təhvilə. Allahın sünnəsi, Allahın sünnələrini dəyişən görməzsən. Allahın varlıq aləmində qoyduğu, bizim bildiyimiz və bilmədiyimiz qanunlar var, qaydalar var ki, bu mömin, qeyri-mömin fərqi yoxdur bu qaydalarda. Mömin o qaydalara uyğun yaşasa xeyrin görəcək. Hətta
fasik, kafir də o qaydalara uyğun yaşasa, o da bu dünyada faydasını görəcək, bu dünyadakı faydasını görəcək. Bu Əmir el-Möminin əleyhissalam məsələn dünyadan köçmədən öncə bizə deyir ki, Allah fi nəzmi umurikum. Allah xatirinə, Allah xatirin işlərinizi nizama salmaqda. Nizamlı iş görün. Niyə bunu deyir? Çünki bir yerdə Muavi ilə döyüşdə deyir ki, onlar batillərindəki olan o nizam, intizamı, vəhdəti, sizin haqqınızda olan bu ayrılıqla, yəni bu cürdür məsələ. Siz vəhdətinizdə, haqqınızda, vəhdətdə deyilsiniz, ayrılıqdasınız, parçalanmadasınız, nizam, intizam yox. Onlar batillərində nizam, intizamlıdırlar. Nizamlı, batil, pərakəndə haqqa həmişə qalib gələr. Bu ilahi sünnədir. İmam Əmir el-Möminin əleyhissalam da belə bir məsələni, qaydanı burada izah edir bizə. Deyir, ola bilər ki, bir nəsil, bir sülalə facirdirlər, günah əhlidirlər. Amma bir-birinə baş çəkərlər, bir yerə cəm olurlar, bir-birinə yardım eləyirlər, xeyr işlərdə bir-birinə dəstək olurlar. Fəyərzuquhumullah. Allah da onlara ruzu verir. Ola bilər ki, deyir, bir nəsil təqvalıdırlar, amma bir-birinə münasibətlərin kəsiblər, bir-birinə əlaqə qurmurlar. Fəyuhrimuhumullah. Allah da onları məhrum eləyər. Rəhmətin, bərəkətin onların üzərindən çəkər. Bu bir qaydadır, bir sünnədir. Üçüncü ki, silə-i rəhmin faydası var. Silə-i rəhm ölüm ağrılarını, ölümün çətinliklərini insan üçün asanlaşdırar. Və insanı pis ölümdən qoruyar. İnsanın abrın aparan ölümdən qoruyar. İmam Sadiq əleyhissalam buyurur ki, deyir, hər kəs istəyər ki, ölüm çətinliyi onun üçün asanlaşdırsın, Allah ölüm ağrılarını, sıxıntılarını onun üçün yüngülləşdirsin, qohum əqrabası ilə münasibətdə olsun həmişə, valideynlərinə qarşı yaxşı davransın. Əgər deyir, insan belə olarsa, Allah onun üçün ölüm ağrılarını, sıxıntılarını asanlaşdırar və həyatında da heç zaman fəqirliklə qarşılaşmaz. Dördüncü fayda da budur ki, silə-i rəhim fəqirliyi aradan aparar. Hədis-i şərifdə Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, silətur rəhim tuzidu fil umr. Silə-i rəhim ömrü artırar və fəqirliyi də neyər? Dəf eləyər. Beşinci xüsusiyyət budur ki, silə-i rəhim ruzunu artırır. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur, deyir, hər kəs istəyən ki, ruzusu bol olsun və əcəli geciksin, tez gəlməsin əcəli, fəlyəsil rəhimə. Qohum əqrabaları ilə münasibət qursun, onlarla xoş davransın. Silə-i rəhim bütün məmləkəti abadlaşdırar ki, bu cür faydalarını biz hədisdə görürük. Hətta səninlə münasibət kəsən qohum əqraban olsa, sən get o ilə münasibəti qur. Bəzən ola bilir ki, məsələn, görürsən, qohum əqraba içərisində bir imkanı var, o biriləri məsələn deyək ki, maraqlarına görə ona baş çəkirlər, həmişə yanına gəlib gedirlər. Bu, səmimiyyət üzərində olmayan münasibətlərdir. Bunun faydası yoxdur. Bu dünyada fayda verə bilər müvəqqəti dünyada, amma axirətdə bunun heç bir faydası olmaz, savabı olmaz. Allah səmimi bir iş istəyir. Ayətullah Bürocirdi, bilirsiniz də, böyük mərcəyi təqlid olub, Şiənin böyük mərcəyi təqlid olub. Dünyadan köçüb gedəndə nalə çəkir, deyir ki, eyvahlar olsun mənə, əli boş gedirəm Allahın huzuruna. Ətrafında da indi ülamalar da, alimlər də, tələbələr deyirlər ki, ağa nə elə deyirsən, sən maşallah filan hədis silsiləsi kitabın yazmısan, bu qədər tələbə yetişdirmirsən, Məscidül Əzəmi tikdirdin. Orada bir söz işləri deyir ki, əxlisil əmələ fə innə naqidə basirun basir. Naqid ərəb dilində, o naqd sözü var, bizdə naqd pul. Naqid pula deyilir. Naqid pulu saxtasını həqiqisindən ayrana deyirlər. Qəlb pulu həqiqi puldan ayrana deyirlər. Qədimdə məsələn pullar ya qızıl idi, ya gümüş idi. İçinə müəyyən başqa metallar da qatırdılar ki, məsələn bəziləri saxta qızıl, saxta gümüş pul dövrüyə buraxırdı, qazanc əldə eləyirdi. O pulu yoxlamaq üçün xüsusi insanlar vardı, aparırdılar, o yoxlayırdı pulu. Ona naqid deyirlər. Yəni haqqı batildən ayıran, doğrunu yalandan ayıran. Bir o cürdə bu söz deyir, əməli ixlasla etkinən. O əməli yoxlayan kör deyil, iti görür. O saxta nədir, həqiqət nədir, səmimi nə idi, ixlaslı nə idi, riya ilə olan hansı idi, onlar hamısı ayrılacaq. Və qiyamətin günündə budur, çox əməllə gəlmək lazım deyil, ixlaslı əməllə gəlmək lazımdır. Qohum əqraba arasındakı münasibət gərək səmimiyyət üzərində qurulsun, ixlasla qurulsun, Allaha xatir olsun, Allah üçün olsun. Səndən münasibəti kəssə belə İslam sənə əmr edir ki, sən o ilə get münasibəti qur. Sənə qarşı hilə işlədiblər, düşmənçilik ediblər, sənə zərər də vurublar, yenə də kəsmə əlaqələri. İmam Cəfər Sadiq əleyhissalam nəql edirdi. Bir nəfər gəldi Həzrət Rasulullah sallallahu aleyhi və səlləmin yanına. Dedi, ya Rasulallah,
qohum əqrabam mənə qarşı çıxır, məni aşağılayır. Neyniyim? Onlarla əlaqəni kəsim, onlardan imtina eləyim. Peyğəmbər buyurdu ki, əgər sən onlardan imtina eləsən, Allah sizin hamınızdan imtina eləyəcək. Dedi, ya Rasulallah, bəs mən neyniyim? Allah Rəsulü belə buyurdu. Buyurdu ki, təsilu mən qata'ak. Qohumlarından kim səninlə əlaqəni kəsibsə, sən onunla münasibət qur, əlaqə qur. Və tu'ti mən haramək. Səndən əsirgəyən, sənin ehtiyacın olub sənə vermədi, indi onun ehtiyacı olan sən ged ona ver. Səndən əsirgəyənə sən bəxş et. Və ta'fu əmmən zalamək. Sənə zülm eləyən qohumun varsa, yox, sən onu əfv et, bağışla ginən. Əgər deyir, bunu eləsən, Allah tərəfdən yardımçını hiss eləyəcəksən. Allahdan sənə dəstək var həmişə. Bunu hiss eləyəcəksən, bunu görəcəksən. Qohum əqrabaya infaq etmək. İnfaq bilirsinizdə nədir? İnfaq yəni insanın öhdəsində olan şəxslərin xərclərini ödəməsidir. Məsələn, zövcənin xərcləri insanın boynundadır. İnsan həyat yoldaşının xərclərini təmin etməlidir. Övladlarının xərclərini təmin etməlidir. Valideynin ehtiyacı varsa, valideynin xərcləri bizim öhdəmizdədir. Qohum əqraba içərisində baxmalısınız, ehtiyaclı olanlara infaq etməlisiniz, onların xərclərini ödəməlisiniz. Xüsusilə də ailə başçısını itirən qohumlara dəstək durmaq gərəkir. Sədəqə belə ki verirsən, sədəqə din bizə nəyə əmr eləyir? Din bizə əmr eləyir ki, sədəqəni birinci o kəsə verəsən ki, səninlə qan bağı var və ehtiyacı var. Əgər qohumun ac, ehtiyaclı halda sədəqəni gedib başqasına versə, hədislərdə gəlir ki, bu sədəqə sayılmaz. Həzrət Rasulullah sallallahu aleyhi və səlləmdən soruşdular ki, ya Rasulallah, ən üstün sədəqə hansı sədəqədir? Allah Rasulü buyurdu ki, ehtiyac içində olan qohuma verdiyin sədəqə. Ən üstün sədəqə budur. İmkanı yoxdur maddi dəstək olasan qohumuna. Yoxdur da maddi imkanım yoxdur, mən də məsələn fəqirəm. Qovlun ma'ruf sədəqə. Hədisdə buyurur ki, gözəl söz özü belə sədəqədir. Gözəl söz deyəcəksən, ziyarətinə gedəcəksən, onlara baş çəkəcəksən, qəlblərini oxşayacaqsan, aranızda mehri məhəbbət salacaqsan. Həzrət Rasulullah bir hədis şərifdə buyurur ki, qohum əqrabanızla silə rəhm edin, hətta salam verməklə olsa belə. O İmam Sadiqin bir hədisi var. İmam Sadiq əleyhissalam buyurur ki, məzmun budur hədisin ki, əgər vətəndəsən, baş çəkməklə silə rəhm edərsən, uzaqdasan, səfərdəsən, məktub yazmaqla, yəni bir telefon zəngi ilə belə qohum əqraba ilə hal-əhval tutmalısan. Dinimiz bax bu cür gözəl ali dəyərləri bizə təlqin eləyir. Allah Taala İslamı öyrənib yaşayan qullarından qərar versin bizlər inşallah. Və son duamız Elhamdülillahi Rabbil Alemin. Aləmlərin Rəbb olan Allaha həmd olsun və İslam növmətinə görə Allaha şükür olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.